Bugün aşağı qan təzyiqi haqqında danışmaq istəyirəm. Əlbəttə ki, daimi istəyir televiziyalarda, istəyir həkim qəbullarında, istəyir pasientlər bir-biri ilə söhbətlərdə daha çox yüksək qan təzyiqi haqqında danışır. Çünki hipertoniya daha ciddi xəstəlik kimi hesab edilir. Hipertoniya, yəni yüksək qan təzyiqi çox zaman istəyir insult, infarkt və digər ciddi ürək-damar, beyin-damar xəstəliklərinə səbəb ola bilir. Amma hipotenziya və ya aşağı qan təzyiqi haqqında əslində çox az danışılır və hesab edilir ki, elə bir ciddi bir problem deyil. Amma təəssüflə qeyd etmək lazımdır ki, bu belə deyil. Hipotenziya və ya aşağı qan təzyiqi özü-özlüyündə də ciddi problemlərə və ağırlaşmalara səbəb ola bilər. Qan təzyiqi normalda biz bilirik ki, 120-nin 80-ədir. İdeal, idmançı qan təzyiqi kimi dəyərləndirilir. Amma əlbəttə ki, 90 yuxarı qan təzyiqinin rəqəmi 90 və 130-a qədər bəzən biz həkimlər olaraq bu təzyiqə normal kimi baxırıq. Əlbəttə, bəzi xəstələrdə daha aşağı rəqəmləri görmək istəyirik. Misal üçün 100, 110, digər çox yaşlı xəstələrdə hətta 135-ə, 140-a belə göz yumuruq. Bu insanlarda fərdi xüsusiyyətləri nəzərə almaq anlamına gəlir. Amma yuxarı qan təzyiqi 90, aşağı qan təzyiqi 60-dan aşağı olarsa biz buna aşağı qan təzyiqi və yaxud hipotenziya deyirik. Və öz-özlüyündə bu nə ilə müşahidə olunur? Həmin aşağı qan təzyiqi olan şəxslərdə sanki bir baş gicəllənmə hissi, bayılmaya meyllik, huşun sanki itirilməsinə yaxın bir vəziyyət kimi dəyərləndirirlər insanlar bunu və sanki bəzən ürəkləri getmiş kimi belə bir hissiyat olur və özü-özlüyündə bəlkə qan təzyiqinin aşağı düşməsi istəyir 80-in 40-a, istəyir 80-in 60-a və hətta 70-in 40-a düşməsi ciddi bir ağırlaşmaya səbəb olmasa da öz-özlüyündə. Amma insan sağlam, digər xəstəlikləri olmayan insan bu cür hallarda yıxıla bilər, əlbəttə ki, zədə, xəsarət ala bilər, ciddi ağırlaşmalara səbəb ola bilər. Digər tərəfdən həmişə yadda saxlamaq lazımdır ki, aşağı qan təzyiqi eyni zamanda digər daha ciddi xəstəliklərin simptomu ola bilər. Misal üçün, şəkərli diabet xəstələrində, travma almış qan itkisi olan xəstələrdə, isti vurma hallarında qan təzyiqi aşağı düşə bilər, infeksiya hallarında istəyir qanda infeksiya olsun, istəyir pnevmoniya olsun ağciyərlərdə, istəyir sidik yolları infeksiyası olsun, fərq etməz. Ağır infeksiyalarda qan təzyiqi aşağı düşə bilər. Ona görə əmin olmaq lazımdır ki, bu xəstəliklər və yaxud digər xəstəliklərə aid simptomlar sizdə var ya yoxdur. Əgər yox, ümumən sağlamsınızsa və qan təzyiqiniz aşağı düşübsə, burada ilk növbədə mütləq qaydada oturmaq yavaş və ya uzanmaq məsləhət olunur. Çünki üfüqi vəziyyətdə, yəni horizontal uzandıqda həm qan ayaqlardan ürəyə daha rahat gedir, müqavimət daha azdır. Çünki yerin cazibə qüvvəsi artıq qana müqavimət göstərmir. İkincisi isə sizin baş beyninizə qan daha rahat gəlmiş olur və beləliklə də o bayılma hissi, huşun sanki itirilməyə yaxın olan hissi artıq yox olur. Digər tərəfdən bəzən biz tövsiyə edirik ki, uzandıqda ayaqları ürək səviyyəsindən bir qədər daha yuxarı qaldırıb saxlamaq lazımdır. Yəni, bu çox sadə bir üsuldur və evdə, iş yerində, hətta küçədə belə bunu etmək mümkündür. Digər tərəfdən, sağlam insanlarda qəflətən, anidən, hansısa bir səbəbdən qan təzyiqi aşağı düşərsə, digər üsullardan da istifadə etmək faydalı ola bilər. Misal üçün, adi bir fincan qəhvə içməklə qan təzyiqini qaldırmaq olar. Əgər əlbəttə ki, qəhvənin içməsinə dair hər hansı bir başqa əks göstəriş yoxdursa. Bununla yanaşı, əgər nə əl altında qəhvə var, nə əl altında tünd çay var, misal üçün, çünki adi qara çayın içində də kafein var və o təzyiqi özü də qaldıra bilir. Və ya uzanmaq mümkün deyilsə, ya uzandıqda belə yenə də qan təzyiqini qaldırmaq alınmırsa, bu zaman adi olaraq biz əlimizi, yumruqlarımızı sıxmaqla
bu sanki gərginlik yaratmaqla qan təzyiqimizi bir qədər qaldıra bilərik. Digər tərəfdən xatırlatmaq lazımdır ki, əgər qan təzyiqi ümumən çox tez-tez aşağı düşürsə, yəni 90-60-dan aşağılarda çox tez-tez hallarda sizdə baş verirsə, bu zaman həkimlə məsləhətləşmək çox önəmlidir. Çünki həkim bəzən sizə sadə qan təzyiqini qaldırma yollarını da deyə bilər, amma bunlar kömək etmirsə, onda sizin dərmana ehtiyacınız ola bilər. Dərmansız uzun müddətli davam edən aşağı qan təzyiqini qaldırmaq üçün bəzən qidada duzun miqdarını artırmaq tövsiyə oluna bilər. Digər tərəfdən kişilərdə 3,5 litr maye qəbulu gündəlik, qadınlarda isə 2 litr yarıma qədər gündəlik maye qəbulu ilə qan təzyiqini qaldırmaq mümkündür. Amma əlbəttə ki, bu cür metodlarla qan təzyiqini normalda saxlamaq çətinlik törədirsə, tam kömək etmirsə, o zaman bir çox dərmanlar var ki, onların köməyindən istifadə etmək olar. Həmin dərmanları içməklə qan təzyiqini yuxarıda saxlamaq mümkündür. Amma ilk növbədə xatırlatmaq lazımdır ki, qan təzyiqiniz kəskin aşağı düşübsə, əmin olmaq lazımdır ki, bu heç bir digər xəstəliyin, xüsusilə də infeksiyanın əlaməti deyil. Bu heç də şəkərli diabetin ağırlaşmaları ilə bağlı deyil və o cümlədən həkimlə məsləhətləşmək lazımdır. Çünki həkim bununla bağlı sizə düzgün istiqamət verəcəkdir. Vurğulamaq lazımdır ki, adətən aşağı qan təzyiqi qadınlarda çox tez-tez rast gəlinir. Bu, sanki fizioloji olaraq qadınlarda normal sayılır. Onların ürək-damar, beyin-damar sistemlərini qoruyur. Amma bəzən də qadınlarda bu aşağı təzyiq müəyyən simptomlara səbəb olur. Misal üçün, ayaq üstə qalxdıqda, kəskin qalxanda və yaxud uzanıq vəziyyətdən oturaq ya ayaq üstə durduqda baş gicəllənmələrə anidən səbəb ola bilər. Bunlar da normal reaksiyadır bədənin, amma çox tez-tez davam edirsə və yaxud huşun itirilməsinə qədər səbəb olursa, mütləq həkimlə məsləhətləşmək ciddi şəkildə tövsiyə olunur. Ümid edirəm ki, bu məlumat sizin üçün faydalı oldu və heç zaman unutmayın ki, sağlam qalmaq üçün ilk növbədə sağlam həyat tərzi vacibdir və mütəmadi olaraq həkim müayinələrində keçmək də çox önəmlidir.